8-ci şərt də budur ki, çalışsın, ailəsinə tapşırsın. Kişi həyat yoldaşına, həyat yoldaşı kişiyə ki, sən oyan, mən oyat. Mən oyanım, sən oyatım. Övladlarına tapşırsınlar, övladlarını oyatsınlar. Ailə bir yerdə qalxsın namaza. Nə gözəl. Daha məsələn, kişi 2 günlük qadını oyadır, sabah istənə deyəsən, onsuz da sən oyanmırsan, bundan sonra mən səni oyatmayacağım. Ya qadın deyə kişiyə ki, mən səni bu qədər oyadıram yuxudan, sən durmursan sübh, mən səni bundan sonra oyatmayacağım. Bu sözləri qoysun kənara. Quran-ı Kərimdə ayədir. Və əmur əhləkə bis-salat vəstəbir. Ailəvi namaza dəvət elə, əmr elə və səbirli ol. Səbir əldən vermir. Deyirlər bu ayə nazil olandan sonra Peyğəmbər qalxardı, gələrdi xanım Zəhra əleyhissalamın evinin qapısında dayanardı, qapını döyərdi, ondan sonra çağırardı Əhl-i Beyti, ondan sonra Əhzab surəsi 33-cü ayəni oxuyardı, qapıda çıxıb gedərdi. Ailəvizi oyatmaqdan narahat olmayın. Bir dəfə olar, yorulma, qaldırayım.